Mən Leman Hendrix, Azərbaycan mədəniyyətini tanıtmağa çalışıram. Yana yana kül oldum, bir esmere kul oldum. Yana yana kül oldum, bir esmere kul oldum. Kuş dili bilmez iken yar 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 yar. Okudum bülbül oldum, okudum bülbül oldum. Kuş dili bilmez iken yar 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 yar. Yoldaşım özü Alyaskada doğumludur. Hərbiçidir. Ayı gedir, qorxa-qorxa baxırsan. Mən gəldim dedim, nə qəşəngdir. Avqustun 18-i qar yağır. Mənim böyük maşın trak sürüşdü yolda, qaranlıq meşədə. Maşının təkərini oradan çıxarana qədər barmaqlarım qanıydı. Bir həftə bəlkə də qızına bilmədim. İsti suyun içində. Mədəniyyət məsələsinə gələndə o başqa dindən, mən müsəlman, ailədə mən bir şey başa düşmüşəm ki, fərqli millətlə evli oldun, dindir, siyasətdir, bu söhbətlər olmamalıdır. Rəhmətli dayım var, deyirdi ki, molla ilə keşiş bir araya gələ bilmir. Folklorik rəqslərimizdən əlavə həm də oriental rəqsləri oynayıram. Görür ki, mən nə əziyyətlər çəkirəm. O hətta özü mənə yazıq gedir, niyə bu işi görürsən? Niyə belə özünə əziyyət verirsən? Çünki gəlirsən, ayaqların cırılıb, üstün qan, yorulursan, saçların tökülür. Mən daha çox yenə də rəqsdə qalmaq istəyirəm. Bu çox çətin məsləkdir. Çünki saatlarla sən bir mahnı seçirsən, xoreografiya seçirsən, bəyəniləcək, bəyənilməyəcək. Xarici ilə evli olmayla bir tango oynayır ki, adam Azərbaycanlı ilə bir yallı gedir. Belə deyirəm ha, amma uşaqların canını alıram. Mən hələ Azərbaycanlılarımızdan bir dəstək görməmişəm. Külçü gəlib hələ oradan da bir söz də atırlar. Biz niyə bu qədər bir-birimizə qarşı bu qədər paxıl, bu qədər inadkar, bu qədər başqa millətə yaxşıyıq, amma özümüzünkilərə yox. Mən ümid edirəm ki, bu bir gün dəyişəcək.